Mən də bizi dinləyənləri, tamaşaçıları salamlayıram. Təbii ki, siz məsələni şərq-qərb məsələsi konusunda qoyursunuz. Söz yox ki, şərq-qərb məsələsinə, mövzusuna biz daha çox millilikdən yan alsaq, daha uğurlu olar, məncə daha effektiv söhbət olar. Milliliyi bəyan eləyən şərtlər var. Deyək ki, məsələn, milləti millət eləyən, əsas şərtləndirən məsələlərdən biri dil məsələsidir, tarixi aqibət birliyidir, mədəniyyətdir. Başlıca mədəniyyət də çox şaxəlidir, mədəniyyətin çalarları var. O cümlədən deyək ki, sənətdir, ədəbiyyatdır, deyək mədəniyyətin lap məişətdən tutmuş, geyimdən tutmuş bütün çalarları. Bunlar millətin özünə xaslığı adlanır. Millətin özünə xaslığı müəyyən ölçülərlə qorunur, müəyyən ölçülərlə möhkəmlənir. Bu ölçüləri millət özü yaradır. Millətin öz içində öz düşünərləri yaradır, öz ziyalıları yaradır, təfəkkür adamları yaradır. Ona görə də buna biz milli deyirik. Bir də var, məsələn, mədəniyyətlərin qarşılıqlı təsiri. Deyək, istənilən xalqın mədəniyyəti sadəcə özünə xas deyil, təkcə özününkilə yetərlənmir. Başqa xalqların mədəniyyəti ilə qaynayıb qarışır, başqa xalqların mədəniyyəti də bir-birinə belə deyək, təsir göstərir, hətta bəhrələnir deyək, bəhrələnir. Bu açıdan yanaşanda milliliyin bəşərliyə doğru bir uzantısını da görürük. Bəşər millətlərin özünə məxsusluğu ilə var. Bəşər millətlərin özünə məxsusluğunun birliyi deməkdir. Ayrıca mücərrəd bəşər yoxdur. Bu mənada xalqın özünün dəyərləri onun özünü qoruma sistemidir. Dediyim kimi, özünü qoruma sistemini möhkəmlədən bir xalq öz içərisində daim dəyər yaradıcılığına uğraşır. Onun dəyərləri də başqa xalqların mədəniyyətinə, başqa xalqların varlığına təsir göstərir. Bir-birindən dediyim kimi bəhrələnmə şərtində. Könül xanım, bir məsələni mən burada qabartmaq istəyirəm. Ola bilər ki, bəzi nüanslar mənim düşüncələrimlə razılaşmaya biləsi falan. Bunu mənim subyektiv düşüncələrim kimi xahiş edim, qəbul edin. Amma istər-istəməz məsələ böyük məsələ olduğuna görə ona aydınlıqlar gətirməyə biz borcluyuz. Söz yox, biz ona görə bura gəlmişik. Akif müəllim bir məsələyə toxundu. Deyək ki, Qərbin özünü şərqdən üstün görməsi, bir üstünlük kompleksi deyən bir şey yaradıblar. Məsələ nədədir? Biz biri var, çağdaş durumdan çıxış eləyək. İndi durum necədir? Münasibətlər necədir? Xalqlar arası münasibətlər, ölkələr arası münasibətlər necədir? Bir də var, olmalı. Necə olmalıdır? Bax, bu açıdan mən istəyirəm, bəri başdan mövqeyimi bildirəm ki, mən heç bir xalqa qarşı deyiləm. Çünki biz bəşər deyəndə, biz bayaq dedim, bəşər xalqların hamısının özünə xas dəyərləri ilə, özünə xas bütövlüyü ilə bunların hamısının birliyi anlamına gəlir bəşər. Bu mənada biz başqa xalqlara qarşı hansısa bir aşağılayıcı söz deyə bilmərik, falan eləmərik. Ancaq yaranan durumla bağlı, indiki durumla bağlı söz yox. Biz durumu faciəviliyi açıq göstərməliyik. Bir var, bayaq biz mədəniyyətlə bağlı dedik, milli özünə xaslığına bağlı danışırıq. Bir var, deyək ki, bir xalqın özünə xas mədəniyyəti və başqa xalqların mədəniyyətlərindən bəhrələnməsi. Bir də var ki, başqa xalqlar, hakim xalqlar sayırlar özlərini, güclü xalqlar, daha doğrusu dövlətlər əslində, güclü dövlətlər sayırlar. Bunlar dünya çapında öz mövqələrini möhkəmlətmək üçün, öz ağalıqlarını sürdürmək üçün müxtəlif ideyalar ortaya atırlar, onun da arxasınca gedirlər. Üzr öz həyat tərzini ekspansiya eləmək məqsədi ilə bəsəri. Dəyərlərini ekspansiya edildi. Bəli, baxın, indi bu gün belə deyək. Məsələn, bir dünya qloballaşma, küresəlləşmə deyilən bir ideya var da, qloballaşma deyilir. Hər kəs burada bu qloballaşmada öz yerini axtarır, maraqlıdır. Hər kəs inteqrasiya eləmək istəyir. Hara inteqrasiya edirsən, nəyə inteqrasiya edirsən? Axı inteqrasiyada bir özünü itirmə də var, ərimə də var. Mütləq. Bəlkə dedim, inteqrasiya deyil, qarşılıqlı anlaşma, qarşılıqlı bəhrələnmə, qarşılıqlı deyək ki, öyrənmə. Bunun müqabilində bir xalqın bütünlüyü ilə mədəniyyəti sıxışdırılır, başqa xalqın mədəniyyəti gəlir onun həyat tərzinə. Onda bu axı bu bəşərlik olmur. Onda bu heç insançılıq da olmur. Bu heç nə olur.
Bilirsiniz, bu mənada xalqın özünə məxsuslığının qorunması, dediyim kimi, onun dəyərlərinə bütün başqa xalqların, başqa mədəniyyətlərin normal, sağlam yanaşmasından keçir. Bu birgə istər xalq içində, istər ümumi bəşər səviyyəsində birgə yaşayışın başlıca şərtidir. Başlıca şərtidir ki, sanki necə ki ailələr, qonşular şəklində mövcuddur, yaşayırlar, qarşılıqlı hörmət əsasında bir-birindən anlamaq səviyyəsində falan. Bir də var ki, dediyim kimi, xalqlar arası münasibətlərdə də bu, bir də var ki, başqa xalqların mədəniyyətini sıxışdırmaq. Başqa xalqların mədəniyyətini. Bax, bizə qarşı bu münasibətlər tarix boyu olub. Siz tarixə istinad elədiniz. Mən də bir-iki məqama istinad eləmək istəyirəm ki, düşüncələrimiz biraz da aydınlıq tapsın. Məsələn, deyək ki, 7-9-cu yüzillərdə biraz qabağa gedirim, ərəb işğalı baş veribdir. Ərəblər bizi işğal elədilər, ərəblər bizi işğal elədilər. Bütün hər şeyimizi sıxışdırıb sıradan çıxardılar. Mədəniyyətimizi sıradan çıxartdılar, milli kimliyimiz sıradan çıxdı, adımız, soyadımız belə sıradan çıxdı. Bugün də bizim adlarımız hamısı ərəb fars adlardır. Sonra deyək ki, başqa dəyərlərimiz, dilimiz belə sıradan çıxarıldı. Nə yaxşı ki, baxın ha, hətta əlifba deyirlərdi. Əlifba xalqın özünü ifadə şərtlərindən biridir, özü başlıca şərtlərdən biridir. Biz mədəniyyətdən danışırıq ki, bizim mədəniyyətimiz var. Axı bu mədəniyyəti biz hansı dildə ifadə edirik və hansı əlifba ilə onu yazıya çeviririk? Çox önəmlidir. Yazıda bizim özümüzün yaddaşımız var. Bizim millət olaraq yaddaşımız var. Orada bizim özümüzün belə də genetik kodumuz var. Ona görə də bu şeylərin hamısını itirmək əslində milli kimliyi itirmək anlamına gəlir. Bu, əgər milli kimlik də itirilirsə, nə qərbdən danışmağa, nə şərqdən danışmağa heç bir yer qalmır. Dediyim kimi, məsələn, bizim dilimiz sıxışdırıldı. Nə yaxşı ki, orta çağlarda ayrı-ayrı şairlərimiz öz dilimizdə poeziya, şeirlər yazmağa başladılar. Aşıqlarımız, deyək ki, saz sinəsində el-el, oba-oba gəzib xalqın dilini özünə qaytarmağa çalışırdı. Bunu bilərəkdən eləyirdi, bilməyərəkdən eləyirdi, təbii şəkildə sənətini ifadə eləyirdi. Bu ayrı bir məsələdir. Faktik olaraq xalqın dili məişət dili səviyyəsinə qədər belə deyək, küncə qısılmışdı. Məişət dili səviyyəsinə endirilmişdi. Mədəniyyət dili yoxdur, poeziya dili yoxdur. Poeziya bilirsiniz 10-cu yüzildən bu yana bir sıra ədəbiyyatlarımız yarandı. Çoxu divanlar hamısı böyük mütəfəkkirlərimizin fars dilində falan. Ona görə biz həmişə tarixin uçqunları altından özümüzün kimliyimizi axtarmaq zorunda qalırıq. Bu günə özümüzün qayıdım bəlkə mövzuya. Sualı yaxşı qoydunuz ki, günah kimdədir? Bilirsiniz, məsələn, mən elə bir çağlardan danışıram ki, o çağlarda durub konkret olaraq günahı hansısa bir şəxsdə, hansısa bir toplumda axtarmaq mümkündür. Çünki işğal deyilən bir proses gedib, işğal olunmuşu. İşğal sadəcə olaraq bizə xəbərdarlıqla olmur. Biz silah qarşısında yenilmişik, qılıncdan keçilmişik, məhv edilmişik filan. Ona görə də labüd şəkildə o gələn özünü elə belə gəlmir. Özünün ideologiyasını gətirir, özünün mədəniyyətini gətirir. Bir xalqı müəyyən müddət öz əsarətində saxlamaq üçün, ondan xərac almaq üçün, nələr eləmək üçün ona yeritdiyi ideologiya var. O ideologiyanı onu baskı altında salır. Onun özümlüyünə kölgə salır. Onun milli şuurunu sıradan çıxarmaya çalışır ki, o ona itaət eləsin. Bu proseslər gedir. Dəyərlərimizi zədələyirlər. Təbii. İkinci bir də dillə bağlı, indi siz dilçi deyilsiniz, amma mən dillə biraz uğraşmışam. Bax, dediyiniz məsələdə aydınlıq gətirim, çünki biz burada polemika aparırıq. Həlak olmaq məsələsi. Bu həlak ərəb-fars sözüdür. Ölüm türk sözüdür, bizim sözümüzdür. Ölübdür. Yaxşı yerində deyilmiş sözdür. Məhv olmaq, bu yenə bizim sözdür. İndi baxın, bizim konkret olaraq Türkmənçay bağlaşmasından sonra, Azərbaycanın Araz boyu iki yerə bölünməsindən sonra bir sıra biz problemlər yaşadıq. Yəni millət olaraq, orada ya burada, fərq eləməz. Problemlər yaşadıq. Problemlərin başında gələn məsələlər nə idi? Dünyaya ağalıq eləmək istəyən güclər İranda 1000 illik Türk hakimiyyətinə son verdilər. Son verəndən sonra coğrafiya komissiyası yaradıldı, proses başladı. Proses necə getdi? Orada yaşayan insanların özünə məxsusluğunun hamısına zərbə vurulmağa başladı. Toponimlər dəyişdirildi. Çünki toponimlər mənim gen yaddaşım deyən şeydir. Orada mənim xatirəm var, mənim duyğum var, düşüncəm var, milli kimliyim ifadəsini tapır. Bunların hamısını dəyişdirməyə başladılar. O cümlədən dilimizə
müdaxilə edilir. İndi mən bax söhbətimin əvvəlində vurğu elədim ki, mən heç bir xalqa qarşı deyiləm. Məsələn, mən fars xalqına qarşı deyiləm, ancaq fars şovinizminə qarşıyam. Mən rus xalqına qarşı deyiləm, ancaq rus işğalına qarşıyam. İngilis xalqına qarşı deyiləm, İngilis işğalına, şovinizminə qarşıyam. Bu təbii şəkildə. Mənim millətimin özünün içində bir şovinist varsa ona da qarşıyam. Söhbət sırf humanizmdən, sırf millilikdən, sırf bəşərlikdən gedirsə, burada məsələ tamamilə insanca o gündəliyə gəlməlidir, deyilməlidir. İndi baxın, bizim orada gedən proseslərin başında nə durur? Bizim dilimizə müdaxilə olunmağa başladı. Dilimizə müdaxilə. Təsəvvür edin, bizim özümüzün doğmaca ana dilimizdə işlənilən sözlərin hamısına ədəbsizlik damğası vurmağa başladılar. Ədəbsizlik damğası vurdular ki, bu dillər nədir, bu sözlərin hamısı ədəbsiz sözlərdir, bunu işlətmək olmaz falan. Bizim dilimizin özəlliklərinə o qədər zərbələr vurulub ki, deyək ki, bizim dilimizə mədəniyyətsizlik, ədəbsizlik damğası vurublar. Bax, vurğu elədim ki, məsələn, mən deyirəm, içəri girdim. Deyir, yox, içəri girdim, yaxşı söz deyil. İçəri daxil oldum. Baxın, nədən mən dilimi bu qədər sən özgələşdirsən? İçəri girdim, qısa konkret. Filankəs instituta girdi. Yox, instituta daxil oldu. Bilirsiniz, bu cür sözlər bizim bütün nitq hissələrimizə elə səviyyədə müdaxilə ediblər ki, dilimizi bərbad günə saldılar. Yalnız iki nitq hissəmizə girə bilməyiblər. Bir sayımıza... Soylu müəllim, yaxşı, biz onda necə söyləməliyik? İçəri daxil olduq, yoxsa içəri girdik? İçəri girdik. Bəlkə mövzuya mən dəyərlər üzərində qurulu söhbətimiz, o mövzuya qayıtmaq istəyirəm. Milli dəyərlər deyir, axı nədir milli dəyərlər? Milli dəyərlər olmalıdır, milli dəyərlər inkişaf eləməlidir. Nədir bu milli dəyərlər? Baxın, bayaq vurğu elədiyiniz məsələ ki, bizim dilimizə keçən sözlər var. Dəyərlərdən, farsdan falan. Çox sayda sözlər keçibdir. Bu əslində, bax, bizim milliliyimizin zədə götürdüyü nöqtələrdən biri budur. Heç bir söz yox ki, heç bir dil, heç bir xalqın dili tam olaraq özününki deyil. Dilin özündə də müəyyən qarışıqlar var, filanlar var, sözlər var. Qohumlaşmalar var. Bu qaçılmazdır. Ancaq bir də var ki, sənin diliyin çoxluğunu yad sözlər təşkil edir. Yad sözlər əmələ gətirir. Yad sözlər əmələ gətirirsə, bu onda dediyim kimi milliliyin zədə götürməsi nöqtəsidir. İkinci, baxın, biz deyək ki, bax, vurğuladığım kimi dəyərlərdən də, dəyərlər həm də böyük şəxsiyyətlərin, böyük idealların, böyük ideyaların, böyük düşüncələrin üzərində gəlib bizə çatır, xalq olur. Evet. Ailədən danışdınız, ailə özü bir böyük dəyərdir. Ancaq bu ailənin dəyərliyi nədədir? Nədə? Milli özünə xaslığı qormaqda. Biz ailə qururuq. Ailə qurarkən bizim ailə quran gənclərimiz anlayırmı, başa düşürmü, nə baş verir? Çox halda çağdaş dönəmdə götürsə heç başa düşmür. Sadəcə olaraq bu bir bioloji proseduru həyata keçirmək kimi anlaşılır, qəbul olunur. Halbuki bu bir bioloji proses deyil. Xalq davam edir. Xalq nədə davam edir? Ailələrdə. Həm fiziki olaraq, bioloji olaraq davam edir, həm mənəvi olaraq davam edir. Bundan ötürü ailəyə gərək xalqın mənəvi keyfiyyətlərini verəsən, balalara onu verəsən ki, onlar ailə quranda öz evlatlarına onu ötürə bilsinlər. Bax, bu prosesə, indi qayıdıram, vurğu eləyəm yenidən dəyər məsələsini. Məsələn, mən bir neçə örnək göstərmək istəyirəm milli dəyərlərə. Məsələn, Dədə Qorqudluq. Dədə Qorqudluq, mən örnək göstərəm. Dədə Qorqudluq bir də yenilik. Məyər Dədə Qorqudluq yeniliyə qarşıdırmı? Ya da yenilik, əsl mənada yenilik, əsl doğrusu yenilik Dədə Qorquda qarşıdır, deyil. Biz Dədə Qorqud dönəminə, Dədə Qorqud ortamına qayıtmırıq. Yəni, yaşam tərzimiz, yaşam sistemimiz o dönəmə qayıtmırıq. Gedək biz Dədə Qorqudda çadır qurdular falan elə, necə yaşayırlar, elə yaşayır. Söhbət ondan getmir. Dədə Qorqudluqda xalqın özünə xas hansı keyfiyyətləri yaşayırdı, hansı gələnəkləri yaşayırdı. O gələnəklər inkişaf eləyə-eləyə 1000 illər sonraya gedir. Xalq onunla bilinir ki, hardan başlayıb, hara gedir. Xalqın qədimliyi nədir? Qədimlik üzərində formalaşmış çağdaşlığı yeniliyi nədir?